Bir çox tələbələr IELTS imtahanına hazırlaşarkən qrup yoxsa fərdi dərs tərəddüdündə qalırlar. Siz bununla bağlı nə tövsiyə edərdiniz? Mən düşünürəm ki, qrup dərsləri sadə bir IELTS kandidatı üçün daha faydalıdır. Yəni hər hansı bir xüsusi şərt yoxdur. Yetəri qədər hazırlaşmağa vaxt var. Tələbənin özünün də xüsusi bir istəyi olmadığı halda qrup dərslərini daha effektiv sayıram. Çünki qrup dərsləri daha interaktiv olur. Burada digərlərindən öyrənmə şansı da var. Müəyyən psixoloji faktorlar da var. Hətta qrup mühiti tələbəni motivasiya da eləyə bilər. Amma fərdi dərslər hansı hallarda daha çox məsləhət görülür? Bu bir ola bilər ki, tələbənin deadline-ı çox yaxındır, imtahana tez girməlidir. 2 ola bilər ki, tələbə bəzi bölmələrdə artıq yetəri qədər nəticə toplaya bilir. Ona lazımdır ki, xüsusilə məsələn writing-də dəstək lazımdır. O halda fərdi dərs təbii ki, daha uyğun olar.